Gəlin sizdən bir yerdə 41-ci məsələyə baxaq. Qrafikdə sağlam insanın sakit halda baş verən tənəffüs hərəkətləri zamanı qanına keçən oksigen qazının da xaricə buraxdığı karbon qazının zamandan asılığı əks etdirilmişdir. Aradakı fərq 400 kub santimetr olduğu müddət ərzində ətrafında nə qədər oksigen qazı xaric edilir. Biz bilirik ki, havadan daxil olan oksigen qazı 21%-dir. Yəni 105 kub santimetr edir. 16% isə xaric edir, yəni 80 kub santimetr. 25 kub santimetr oksigen isə, yəni 5%-i alveollardan qana keçən oksigenin miqdarıdır. Karbon qazı isə xaric edən karbon qazının miqdarı 4% nə qədər edir? Yəni 20 kub santimetr. 0,3% isə qəbul ediləndir. 0,15 kub santimetr. Bizdən karbon qazı və oksigen arasındakı fərqi bizə nə qədər veribdir? 400 veribdir. Gəlin baxaq. Karbon zamandan asılı qrafikdə verilibdir. Biz bunu necə taparıq uşaqlar? 25 kub santimetr oksigenlə 20 kub santimetr karbon qazı arasındakı fərq 5 kub santimetr edir. Və mən bilərəm ki, 400 fərqlə x-i necə tapmaq olar? 5 kub santimetr fərqin əsası ilə, yəni 5 kub santimetr fərqlə 80 kub santimetr oksigen ətraf mühitə buraxılır. X-i buradan taparam, 400-ü vuraram 80-ə, bölərəm 5-ə. O deyil 6400.